Uğur 777 Estetik Mərkəzində yol verilən qanunsuzluqlarla bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, bir qrup şəxs tərəfindən qanunsuz olaraq estetik əməliyyatların aparılması barədə mediada yayılan məlumat və video görüntülər əsasında Baş Prokurorluğun Cinayət Təqimindən Kənar İcraatlar İdarəsində araşdırma aparılıb. Araşdırma zamanı Xəyala İsmailovanın adına dövlət qeydiyyatına alınan Uğur 777 Estetik Mərkəzinin qanunsuz fəaliyyət göstərməsi, orada müvafiq standartlara əməl edilmədən tibbi prosedur adı altında müxtəlif estetik əməliyyat və kosmetoloji prosedurların icra olunması nəticəsində xəstəliklərin yayılmasına əsaslı şübhələr müəyyən edilib. Həmçinin sözü gedən mərkəzdə özlərini həkim-kosmetoloq kimi təqdim edən Xəyala İsmailova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərləri tərəfindən ayrı-ayrı şəxslərin bədən nahiyələrində icra olunan estetik cərrahi əməliyyatlar nəticəsində onların sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Araşdırmalar nəticəsində o da aşkarlanıb ki, Xəyala İsmailova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərlərinin müvafiq ali və ya orta ixtisas tibbi təhsili, habelə praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi yoxdur. Toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 131.2, yəni ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma, 309.2, yəni ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma, 314.2, ağır nəticələrə səbəb olan səhlənkarlıq və digər maddələri ilə cinayət işi başlanılaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon prokurorluğuna göndərilib. Eyni zamanda Xəyala İsmailovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci, yəni lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma və 215.1-ci sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Azərbaycanın Səhiyyə Nazirliyinə göndərilib. Baş Prokurorluq vətəndaşlara müraciət edərək yalnız dövlət qeydiyyatından keçmiş və müvafiq lisenziyaya malik tibb müəssisələrinin xidmətlərindən istifadə edilməsini, tibbi, estetik, kosmetoloji və digər bu qəbildən olan xidmətləri göstərən şəxslərin müvafiq təhsil, eləcə də sertifikasiya şəhadətnamələrinin mövcudluğunun əvvəlcədən dəqiqləşdirilməsini, belə sənədlərin olmadığı hallarda isə bu barədə dərhal Baş Prokurorluğun 961 nömrəli çağrı mərkəzinə və ya qurumun rəsmi sosial şəbəkə hesabları vasitəsilə məlumat verilməsini xahiş edir.